Hamıya salam dostlar. Gördüğünüz kimi bugün 4 bağlama ilə gəlmişəm. Vaxt itirmədən keçirəm bunları açmağa. İstəyirəm, burada tripod var, bir də mikrofon olmalıdır. Yəqin ki bu olar, çünki bağlamadan artıq bilinir ki bu qutudur. Bunları bir kənara qoyuram. Başlayayım bunu açmağa. İstəyirəm birinci bunu açım ki mikrofonu qoşub videonu onunla davam etdirim. Deməli, bu mikrofondur. Bu isə telefona əlavə etmək üçün. Buna bilmirəm nə deyirlər. Perixotnik deyilir, nə deyirsə bilmirəm. Belə bir şey. Bu da tripod. Bugün bunu qoşmayacağım. Amma mikrofonu istəyirəm ki, qoşub videonu onunla davam etdirim. Səliqəli gəlib. Qırığı falan yoxdur. Belə. Çalışacağım dostlar videonun sonunda bunu işlək vəziyyətdə də çəkib sizə göstərə bilirim. Bu da hissələridir. Bu belə bağlıdır, sökmürəm. Onsuz da yəni bunu yığıb sizə göstərəcəm. Bunu koyun bir kenara. Şimdi bu mikrofonu açın. Çox qəşəngdir. Amma böyükdür. Şəkildə niyəsə çox kiçik görsənirlər. Belə böyükdür boyda. 2 mikrofon var. Telefona taxmaq üçün. Bir də mikrofonun belə bir başlıqları var. Mən indi bunu telefona quraşdırım, qaydıram. Belə dostlar, mikrofonu taxıb gəldim. Videonu bununla davam etdirəcəm. Bilmirəm səsi necə gəlir. Videonun sonunda mən də sizinlə bərabər görəcəm. Səs effektinin necə olduğunu. Bunları da çəkirəm bir kənara. İstəyirəm böyük bağlamadan davam edeyim. Telefon çünki 2 dənə olmalıdır. Bu mənimkidir. Biri yoldaşıma, biri özümə. Çox qəşəngdir. Həqiqətən keyfiyyəti mükəmməl. Çox gözəl. Bilmirəm üstündəki balaca ürəkləri görə bilirsiniz, yoxsa yəqin ki görürsünüz. İkisini də qara sifariş etmişəm. Mənimkinin üstündə belə ürəklər var. Yoldaşımınkində sadə qara olmalıdır. Bu ən çox istədiyim. Uşaqlar bunu səbirsizliklə gözləyirdilər.
Amma düzünü desəm bunu uşaqlara yox, özüm üçün almışam. İçində 80 ədəd olmalıdır. İndi bunları saymıram. Buna vaxt gedəcək. Amma bilmirdim bu çantasında gələcək yoxsa yox. Nə yaxşı ki çantasında. Çünki çantanı da ayrıca satılır. Daha sonra bu da karandaş. Bağlıdır. Bu 48 dənə. Belə karandaşlar. Bunu saxlayın, birazdan açacağım. Yəqin ki artıq şəklindən görürsünüz nədir. Bunun biri şam olmalıdır. Biri isə bunu açmıram dostlar, bu şəxsi əşyadır. Bu isə şamdır, şam olmalıdır. Ümid edirəm qırılmayıblar. İçində belə bir kağız var. Daha sonra bunu oxuyaram. Bu bilmirəm neçə dənə idi. Deməli hər belə kiçik paçkada 6 dənə. Bundan da 5 dənə, 30 dənə. Tort şamlarıdır dostlar. Birini açın, baxın. Tort şamları. Hamısı qızıl rəngdədir bu arada. Gümüşü rəngi var idi. Bir də rəngarəng. Bunları da qoyuram kənara. İndi bunu açım. Bu mətbəx köməkçisidir, belə deyim. Bunu tanımayan yoxdur yəqin ki. Buradan bunu çıxardım. İçində belə soyucu da var imiş. Bu yumurta üçün. Rəndələridir buradan dəyişməyə. Salat doğrayanda çox əlverişlidir bu. Bu bilmirəm nə. Ha, yerləri var. Yəqin ki bunları içine yığmaq üçündür. Çox yaxşıdır da, yəni möhkəmdir həqiqətən. Tövsiyə edirəm. Yəni heç bir qırığı, hətta cızığı da yoxdur. Nəinki qırıq. Hər bir şey yerli yerində. Yaxşı ki bunu almışam. Bu böyük endirmə düşmüşdü dostlar. Bunu qeyd edəcəm videonun kənarında. Bunu da qoyum kənara. Keçim digər bağlamaya. Telefon üçün case 2'dən olmalıydı. Ha, biri burada. Bu da yoldaşımınkidir. Eynidir, amma bu sadə, naxışsız. Belə. Bunu da birazdan açacağım. Buna baxın. Bu da mənim çox istədiyim beli rezinli şalvar.
Çox yaxşıdır, həqiqətən. Materialı çox yaxşı. Amma elə bilirəm, mənə böyük olacaq. Belə. Sonuncu bağlama qaldı. Bunu da açım. Açmadım, göstərmədim. Bu da tort üçün bəzəklərdir. Belə. Bizdə belə bir şey görməmişəm, düzdür. Yəni bunu gördüm, istədim. İnşallah oğlumun ad günü olacaq. Onun da musiqiyə çox böyük həvəsi var deyə düşündüm ki, bu dəfəki tortunun üstündə belə bəzəyim. Biri qırıq. Qırıq deyəndə ki, bu kley ilə yapışdırılır da. Qızlar bilir yəqin ki, bunu özüm düzəldərəm. Problem deyil. Bir də belə, bu da tərpənir. Artıq qırılıb demək olar ki. Bunları yapışdıraram, yəni elə də bir problemli bir şey deyil. Belə. Baxdıqlarımı hamısını yığmışam masanın ətrafına. Ümid edirəm ki, baxanda sizi yormaz bu dağınıqlıq. Daha sonra bunu açım. Sonuncu bağlamadır qızlar. Bu mənim deyil. Bu mənimdir, amma bu deyil. Belə. Qadın üçün gödəkçə, super, həqiqətən çox gözəl. O qədər keyfiyyətlidir ki, mən buradan sizə göstərə bilmirəm də bunu. Çox qəşəngdir. Bu, böyük bədən 2XL olmalıdır. Arasındadır. 2XL, düz gəlib. Böyük bədən 2XL sifariş etmişdim. Ümid edirəm, bibimin ölçülərinə yaxşı uyğun gələcək. Çox gözəldir, həqiqətən o qədər qəşəng materialı var ki, keyfiyyəti əla, çox bəyəndim. Bu qədər dostlar.